Uzun müddət oturmaq damarlarımızda tromb yaradırmı? Bəli, yaradır. Uzun müddət oturmaq qan damarlarımızda qan laxtasının yaranma riskini artırmış olur. Xüsusilə aşağı ətraflarda qan dövranı zəiflədiyi üçün ayaq damarlarınızda dərin damarların trombozu adlanan bir vəziyyətin yaranmasına da gətirib çıxara bilir. Fikir vermisinizsə, uzun müddət oturan adamlarda ayaqlarında şişmə və qızartı halları meydana gəlir. Bu damarların tıxanmasının nəticəsində yaranmış olur. Əgər ayağınızda yaranmış bu qan laxtaları qoparaq ağciyərinizə də gedərsə, bu tibbi dildə ağciyər emboliyası adlanan bir ağır vəziyyətin yaranmasına da gətirib çıxara bilir. Bəs trombun yaranmasının qarşısını almaq üçün nə edə bilərik? Gəlin bu barədə danışaq. Əgər sükan arxasında oturursunuzsa, yaxud da ki iş rejiminiz ofisdə masa arxasındadırsa, çalışın ki yarım saatdan yaxud da ki 1 saatdan bir ayağa durub addımlayasınız. Daha sonra gün ərzində içdiyiniz suya da diqqət edin. Bilirsiniz ki, az su içmək qanımızın laxtalanmasına gətirib çıxara bilir. Və mütəmadi olaraq hər gün piyada gəzin. Yaşlı insanlar gün ərzində 7-8 min, gənc insanlar isə 10 min addımın üzərində piyada yerisələr, bu sağlamlığınız üçün çox yaxşı olacaq. Sonda isə bu videomuzu ofis şəraitində işləyən və sükan arxasında əyləşən şəxslərə də göndərməyi unutmayın.